dostlar, kanalıma hoş geldiniz. Bugün sizinle şahmat oyunu oynayacağız. Bu defa 10 dəqiqəlik oyuna girəcəm. 10 dəqiqə oynayaq, oyunu izahları ilə göstərəcəm. İndi oyuna girirəm. Buradan 10 dəqiqəliyə keçirək bunu. 10 dəqiqəlik. Başladıq, ağlarıq biz. Oyun pozuldu. Bir oyun daha koyayım. Aha, oyun pozulduğu için biz yeni ağlarıq. Her zaman ben başlayana deskamata edirəm. Ama bütün şahmatçılar bilir ki deskamata bu üsulla gedilir. Ama bu adam niye böyle oynadı bilmirəm. Yeni tek çıxış yolu bura ve piyadan karşıya qoymaqdır. Piyadanın belə oynadı. Bir şansım daha var, onu da deneyirəm. İndi atı çıxaracaq bura fiçə. Vəzirimiz oyundadır. Biz atla biraz sözümə keçək. Atı o biraz acelesi davrandı. Türkçələr demiş. Təngəl atmaq istəyir. Malını icazə verir Afet. Təngəl olmasın. Təngəl atmamaq üçün bura qoysam heç eləmir. Bura qoysam hələ bura qoyum. Bura yox, bura qoyum. Bu təngəl atmayacaq. At çəkilsə buradan şah verə bilim. Bir dənə gözləyim. Aha. Bura qoyacaq. Artıq biz burada qala qura bilirik. Yəni belə açıqdır bura. Görək bunu ora niyə qoydu. Yəni bunun çox da mənası olduğunu düşünmürəm. Ona görə atı qabağa qoyuram. Hələ onu oynamağa gözləyirik. Piyadanı qabağa qoydu. Onun mənası, onu bayaq da qoya bilərdi. Oyun bu halda olanda. O da vurdu. Bu dəfə mənə eləməyə icazə vermədi. İndi iki seçimi var bu insanın. Ya atı vuracaq ya fili. Fili vurdu. Heç nə olmadı. Ben de buranı vuracağım. O biraz səhv elədi aslında. Fili vurmalıydı. Fili vuraraq gözlüyünü oyuna hala gətirim. Burada o fili deyirəm atı vursa yenə də heç biri vurmaya da bilərdi. Elə bir seçim də var idi. Vəzir oradan hansı vurursa vursun vəzirin bu yerə girəcəkdi. Bura onun bir dənə yeri idi. Aha, fili qoydu. Nəysə vurdu. Aha, vurmayıb. Baxaq. Biz bayaq vəzirlə burada şah verə bilirdik. Fili bura qoyduğundan verə bilmirik. Mən qoyacağım. Qala quracağım. Topu belə arxadan belə çıxarmaq üçün. Vəzirimin ora girməyi yaxşı oldu. Sadəcə film bura gəlməyi heç yaxşı olmadı. Buradan hücuma keçdi. Çəksəm buranı vuracaq. Ondan heç nə yoxdur. Buranı vuram. Oradan çəksə oradan şah. Mən burada vuram. İki piyadasını da qoruyur. Mən məcburi halda qırağı seçəcəm. Vura bilmirəm.
adi bir boşluğa seçəcəm. Bu boşluğa seçirəm. Boşluqda dayanıb, onu belə də vura bilər. Amma mənasızdır, atla vurmalıdır o. Atla vuraraq mənə çəngəl ata bilər. Çəngəl deyəndə topum gedir. Tam da elə onu elədi. Mənim belə bir fikrim var. Bunu bura qoysam, o vurmayacaq. O belə eləyə bilər. O mənim atımı vursa, mən piyada ilə vursam, o yerdə topumu vurur. Ya vəziri qaçıracaq, ya da sizə göstərdiyim kimi algoritmi yerinə yetirəcək. Görək o nə oynayacaq. Biraz topu çıxara bilsəydik oyuna. Vəzir gəldi. Vəziri niyə gəldi? Bir düşünək. Vəzir oraya gəldi. Piyadalarımı vurmaq üçün gələ bilər. Məqsədi o da ola bilər. Həm buradan top çəkiləndə buradan mat da eləyə bilər. Həm də çəkdi, ondan sonraki gelişi bura olacaq. Mən atı bura gəlsəm, o buranı vursa, mən atı buradan şah, bura qaçsa, buradan şah versəm, buranı vurur. Ona görə oradan şah verməyim. O ora qaçsa, oradan yox. Oradan şah verəm, atla verəm mənəm. Bilmədim. Yəni, ora qoyaq, görək nə olur. Onun burada fikri topu vurmaqdır, vuracaq. Yəqin ki, vuracaq bura. Tam dediyim kimi oynadı. Mən burada çəngəl də ata bilirəm. Bura qoysam çəngəldir. Fil vurur. Fil vursun, onlara heç bir problem yoxdur. Vəzirin yolu bağlanır. Yəni, vəzirlə bura qoysam, görən nötr olar. Mən vəziri bura gətirirəm. Bir dənə gözləyək. Başqa yerdən haradansa şah verə bilirik. Yox, şah verəmirik. Vəzirlə bura vuraq. Beş dəqiqəmiz qaldı. 5 dəqiqədə nəsə eləyə bilərik amma. Onun fili yaxşı yerdə dayanıb. Mən buradan topu necə çıxara bilərəm? Doğru fikirləşirəm. Onun ağ fili yaxşı yerdə. Gəldi mənim atımı çəkməyə. Mən məcbur fili vuracam. Fili, qəşəng bir şey. Şah verdim. Çəkiləcək. O bir topunda vuracam. Əla bir şey oldu. O bircə dənə piyada ilə mənim atımı vurmaqda, yəni mən onun filini vurdum deyə mənə biraz şey oldu. Ondan vurmağa getdim. O piyadanı oraya qoymasaydı, H7-dəki piyadanı H6-ya qoymasaydı, yəni bəlkə də talihimiz daha da pis ola bilərdi. O belə qoydu.
Heç nə olmaz. Mən də vurdum. Onun bir fili, bir vəziri, 5 dənə piyadası var. İnşallah pis bir şey baş verməz. Ha, bir dənə də atı var burada. O atı nəzərə almamışam. Mən ondan 4 xal üstün oldum. 2 topu vurmaqla. İndi gözləyək o oynasın. Bunu bura koydum. O niye piyadalara koymuştu ki? Bu bana biraz şüpheli geldi. Ora gəlməklə eləyəcək. Onu düşünək. Mən indi şah verəcəm. O mənə hardansa mat eləyə bilmir. Yəni buranı vursa vuraram. Buranı topu vursa yenə vuraram. Yəni bu halda heç eləyə bilməz. Onsa şah vermişəm. Yenə də eləyə bilmir. Şah verdiyim üçün mən hara qoyuyorum? Mən bir şah daha verməyi düşünürəm. Bu oyunu heç istəd eləyə bilər o. Heç istəyə belə apara bilər. Mən birazdan nerede piyadalarımı qabağa qoyacağım. Ha, ora gəldi. Oradan şah verəm. Ben buradan bir tane şah verəcəm. Onun vəziri hələ ki işlədilməz vəziyyətdədir, işləmir heç. Səhərdən heç bir şey eləməyib. Dayanıb acizə. Bir şah daha verməliyik. O şahı buradan verəcəm. Biraz qıraqlara geçsə piyadalarını vurmağa çalışacağım. Buradan bir şah daha verəcəm. Kaçtı. Ağlıma bir fikir gəlir. Aha. O səhv elədi. Burada onun vəziri getdi və beləliklə təslim də ola bilər. Oyunu biz artıq udacağıq. Mənə elə gəlir. O elə də olacaq. Yəni burada o şahını burada olanda o şahını ora qoymalı değildi. O burada olanda şahını o oyundan qaçdı. Gördüyünüz kimi biz udduq. Bu oyunda sizə bəzi izahlar elədim. İzahlarla oynanır ki, siz də başa düşəsiniz. Gələn bir oyunumuzda görüşəndək. Amma sizə bir şey də göstərmək istəyirəm. Oyuna baxış. Burada oyuna baxışa bastığımız vaxt
Burada oyunumuzu Way to analiz go. edirlər. You took opening with the Başladı. king's pawn controls the center Bu and oyun opens up the light squared bishop and yaxşı queen, bir şeydi. often leading to sharp Bunda game. klaviaturada E5 is a çevirirəm. common response that Bu da establishes yaxşıdır. developing the knight. Belə You are oyundu. threatening to checkmate the Bu king. neydisə danışdı. Aha. İndi en başta yeni Way to göstərəm. go. You took the Bu kitap opening with the gelişi. king's pawn. E5 is a common response that establishes a presence in the center. Developing the knight and increasing influence. Size belə Way to göstərə go. bilməyəcəm. You took the advantage, then Ha, bunun səsini bağladım. Aha, ben klaviaturada çevirirəm. Birinci kitap gelişini, ikinci onun da oynadığı kitap gelişini İtalyan partiyası simgelirdi. Şimdi ben at da koyabilirdim, vezir koydum. O ara oynadım, ben bura koydum. Geri de gedebilirdim, onu gösterir. O at ora koydu. Benim bir səhvdir oynadığım bu oyun. Atı ora koymalıydım. Görək elə olduqda necə olurdu. Atı bura koydum. Sonrasını göstermiş. Atı ora koydum. Orada artık ben burada gördüğünüz gibi vəziyyətim aşağı düşmüştü. O ora koydu atı. Ben ora koymaya bilərdim, orada koya bilərdim. O səhv oynadı. Bu onun səhvini vurmalıydı. Onu ben de görmüştüm. Ben düz oynadım burada. O da düz oynuyor. Ben de o əla oynayıp ben fillə vurdum. O vəzirlə ben içeri girdim. Orada səhv elədi. Düzgünü buraymış. Ondan sonra ben qala qurdum. O halda qala qırmaq, yani burada dünya dağılırkən burada qala qırmağı yaxşı oyun kimi göstərir. O toplara koymaq da yaxşıydı. Ben onu orada vursaydım çok da bir şey olmayasıydı. Ama ben eləmədim, vəziri koydum. O səhv elədi. Ondan sonra mənimki də bir səhvdir, geri gediş. Bir səhv, yəni səhv elədi burada. Mən də səhv elədim. O tam səhv elədi belə. Şah verməyim mənim səhv imiş. Onun yerinə mən nə edə bilərdim ki? Bunu vurmaq bu boşda qalmışdı. Düzdür. Ondan sonra o vurdu. Onu biraz özüme almıştım. Orada da size dedim. Oynayan beni izleyebilirsiniz. Düz değil. Ben burada eləsəydim öz gedişimdə. Bunu buraya qoysaydım daha yaxşı olar bilərdi. Belə təxminən mat olardı. Bura gedə bilmir. Bura gedə bilmir. Bura gedə bilmir. Bura gedə bilmir. Ha, orada oyunu yox qutara bilərdim. Amma mən eləmədim. Ondan sonra ora qoyduğum səhv idi. O orada səhv elədi və təslim oldu. Sağ olun dostlar. Məni videomu izlədiyiniz üçün sizə çox təşəkkür edirəm. Videoya like atıp kanala abunə olmağı unutmayın.